Məsələ budur ki, bu günləri əlbəttə biz fikrimizi yayırıq və bunda da Sayın Cavad bəy açıq deyirəm. Bunda da biz qalib gəlmişik. Yəni istiqlalcı, o sindromu sındırmışıq. Tək mən deyirəm, yüz minlərcə Azərbaycanın güneyindən olan insanlarımız, o zindanda olanlar, o demək ki, bütün çətinliklərə demək ki, məruz qalanlar. Hansı bir uşaqcığaz çıxır yalandan ki, hə filan məmurcığaz deyir ki, elə İranın adına güneyin arxasından bizdən. Sən olmaq durmamış olasan. Sən kimsən? Azərbaycanın demək ki, məsələsində, güneyin məsələsində biz bir millətimizə, bir də var olan dövlətə. Yoxsa hər kəs çıxacaq, bu günləri məmursan, sabah zindandadır ki bu. Dövləti talayıbdır ki bu. Bunlar nə işinə məşğulmuş ki bunlar? Rusofilmiş ki bu. Tehran rejiminənmiş ki bu. Və çıxır bir iddədə, ay demək ki, o Türkiyədə, o baxçalı çıxır ki, belə o traktorlar, millətə deyir, güneyə deyir traktorlar. Adamla 4 dəfə görüşmüşəm, çiş boş danışan, bu güneydən hesab bilmir bu adam. Güneydən bilmir, gəldim, əvvəlfəzə içməyə söyledim, ay kişi, bu hesab bilmir güneydən, əslən, bilmək də istəmir. Bu demək ki, bu adam, bu baxçalı, bu Kılıçdaroğlu'ndan, bunlar hamısını, biz gelip Türkiye'de bu güneylər gedib körü və güneydən. Ya mənə qulaq as, mən də deyim filan, sən kimsənsiz, kimsiniz? Türkiye, Türkiye'dir. Şakasız bir dövlət və bizim dayağımız dövlətdir. Ona görə də bütün Azərbaycan deyəndə Azərbaycanın güneyin istiqlalı biz istəyir ki, o misiya yerində yetirsin. Azərbaycanın istiqlalı, bağımsızlığı labuddur. Bu da bizim bayaq mən söylədim. Biz o sindromu sındırmışıq. Hədərə getməyib bu mücadilə. Hədərə getməyib bu savaş. Ona görə də bu günləri gün keçdiyi üzərində Azərbaycanda bu dövlətin quzeydə yapılanması, güclənməsi, var olması bütün çatışmamazlıqlara rağmen, Hətta çox bağışlayın Cavad və icazəsilə söyləmək zorundayam. Bu günləri bir dənə Ergenekon məsələsi atmışdılar ora, mənim də adımı keçirmişlər o 2300 səviyyə. Hədələyirdilər, gələr Türkiyə tutar, tutun, nə olar ki, nə olacaq, tutun. Və bu günlərdə Azərbaycandan demək ki, dünənləri gəlib Azərbaycanda hansı televizyonlarda mənə qarşı demir, türlüyümə qarşı, istiqlalcılığıma qarşı deyil. Amma bu günləri həmin adam durub gedib, səhər televizyonda oturur Azərbaycan Cumhuriyyətinə, millətə qarşı nələr söyləyir bu, demək ki, başsız, qafasız adam. Bir həftədə heç çəkmədi. Amma sözün buradadır ki, sözün sonu. Bəli, təşkilatların işi budur. Bizim də işimiz budur, təşkilat olaraq bu fikri yayaq, bu fikrin demək, bütün çətinliklərə rağmen hər işin öz çətinlikləri var. Mən hər məmurun çaldığı zurna ilə ortaya düşən adam deyirəm. Çox adamlar yaxşı da bilirsiniz. Ay ərəbi də var, kürdün içindən də var, ondan sonra ay filan kəs, filan zaman filan zindanda oldu, bağlamaz. Ay filan demək ki, qızcığaz, oğlancığaz, han zaman bir dost tutuq filanı bağlamaz. Bu millət məsələsidir. Azərbaycanın istiqlalıdır. Biz ölüb gedərik, özümü deyirəm. Amma bu yol gedəcək. Əbülfəz Elçibəy bir həyatda deyil, Rəsulzadə həyatda deyil, amma o yol gedir. Əbülfəz Elçibəy də dəfələrlə deyildi. Deyildi, biz Məhəmməd Əmməy Rəsulzadə yolu gedirik. Biz Mustafa Kemal Atatürk əskəriyiz biz. Bu yol demək ki, böyük bir yoldur. Bu da məndən başlamayıb ki. Və bizim millətimiz də bu yolda alnı açıqdır. Bu günləri çıxacaqsan Abbas bəy Lisaniyə. Çıxardı da Abbas bəy zindanda olanda, baskı altında biri də şəklin belə yayırlar. Gəl deysən, baba ağılları bu qədər. Amma birdən-birə bir gün çıxar ki, heç sada görə. Çıxacaqsan 15 il ona cəza verir. Bir yandan demək 40 zindan, o birisilərin hamısına zindan dediniz, gördünüz. Nə oldu bə dünən 2000 hamı çıxırırdı, ay quşqondurmazımız gəldi, prezident gəldi, İran adlanan yer bizimdir, boş söhbətlər. Məsələri görmürlər, durumu görmürlər. Demirəm, təhcə mən görürəm, yox, məsələ budur, ağacı bağlayıb daşıya açıblar. Burada, milləti bağlayıblar, yalandan doldururlar Təbrizdə, bir də Səfir Süveydə, orada desin danışığından bəllidir şimdi. Amma millət göstərdi vaxtında, meydana gələndə nə cür gəlir. Azərbaycan deyəndə, Türk deyəndə, canım qurban demək ki, Ankara deyəndə, Bakı deyəndə milləti bütöv görür, ölkəni bütöv görür, türlücü bütöv görür bu millət. Bunu hamı da bilir. Bilirlər ki, Türkün bu dəfə, bu Suri israfili buradan səslənəcək. Necə ki, vaxtıyla keçən əsrin əvvəlləri və sonunda Azərbaycanın quzeyində və ondan öncə Türkiyədə, indi Azərbaycanın güneyində. Çoxları bunu bilir. İndi sənin dinçiligin, sənin adam çıxır, yox, demək ki, dinçilik ilə İslamçılıq elə deyil. Ümmətçilik ilə türklüğün bağdaşası bir şey yoxdur. Sinifçilik ilə türklüğün bağdaşası bir şey yoxdur. Bu türlük demək ki, hansı cinayətkarla əl-ələ sürtməz. Yox, demək ki, mənim işgəncəgərim elə deyil, sağdaşlıq, müasirçilik, xoşgörlük, dünya ilə əl-ələ vermək.
Bu platformudur. Bu 100 ildən çoxdur, bu dənəyimdən çıxıbdır. Ona görə də Azərbaycanın güneyində millət hava həvəs üçün deyil. Millət elə istəyir ki, azadlığını əldə edə. Doğrusu demokrasiyonu məşrutədən indi çıxıb danışırlar, yazırlar ki, nə də yanlış baxışlarla. O məşrutədən ki, bu millət istəyir demokrasiya olsun, parlament olsun və çox da baha başa gəldi. Azadlıq olsun, hamısını məhv elədilər, aradan apardılar. Amma bu millət öz demək ki, öhdəliyindən vazgeçmədi, keçməyəcək də. Hay dostdur, ay kimsənin bu adını əhanət demişəm. Demişəm, məsuliyyət də özümünəndir. Demək ki, məsuliyyət özümünəndir. Ankarada da, Bakıda da, hər yanda da cavabdehəm. Millətin hərəkatına qarşı yanlış addım atır, əhanət edibsən. Hər kəs olursan ol. Sənə düşəni yerinə yetir. Yetirə bilmirsən, laf yaxşı. Amma çıxarsan deyəsən ki, yox danışmayın, yox söhbət eləməyin, siz bilmirsiniz, siz bilən yox. Bunlar bağlamaz. Bağımsızlıq bu millətin yoludur. İstiqlal bu millətin yoludur. Ya istiqlal, ya ölüm.